Bəzən bir tel saç dünyalar qədər məna daşıyar. Bu gün biz Nihada aid olan ən dəyərli xatirəni, onun saç tellərini ömürlük bir sənət əsərinə çeviririk. Hər kəsə salam dəyərli izləyicilərim. Bugün emalatxanamda çox fərqli bir həyəcan var. Bir əsgər anasının mənə etibar etdiyi bu əmanət, oğlu Nihadın saçlarıdır. Əsgər yolu gözləmək çətindir. Amma o yoldan gələcək bir kiçik xatirəni qorumaq ən böyük təsəllidir. Mən də bugün o təsəllini bir həyat ağacına köçürürəm. Gördüyünüz kimi epoksit qatranı ilə işləyərkən hər bir hərəkətimdə böyük bir məsuliyyət hiss edirəm. Saç tellərini incə-incə ayırıram ki, ağacın budaqları təbii və canlı görünsün. Hər bir budaq sanki Nihadın gələcəyini, sağlam canla evinə dönməsini təmsil edir. Epoksiti ehtiyatla tökürəm ki, heç bir hava qabarcığı bu şəffaflığa kölgə salmasın. Çünki bu xatirə tərtəmiz qalmalıdır. Nihadın saçı ilə ağac hazırlayıram. İllər keçəcək, Nihad qayıdacaq, böyüyəcək, amma kiçik aksesuar həmişə ona o şərəfli əsgərlik günlərini xatırladacaq. Biz burada sadəcə bir bəzək əşyası düzəltmirik. Biz zamanı dondururuq. Saçın hər bir teli bu şəffaf qatın içində əbədi olaraq qorunacaq. İstifadə etdiyim paslanmaz polad zəncirlər və keyfiyyətli materiallar sayəsində bu kolye illərlə öz rəngini və parlaqlığını itirməyəcək. Bir əl işinin ən gözəl tərəfi də budur. Ona qoyulan ruh və sevgi. Hər bir detalın üzərində saatlarla dayanmağa dəyər. Çünki nəticədə yaranan sevinc əvəzsizdir. Və budur, Nihadın xatirə ağacı hazırdır. Səbirlə gözlədiyiniz və bu anı mənimlə paylaşdığınız üçün hər birinizə təşəkkür edirəm. Əgər siz də sevdikləriniz üçün belə özəl və mənalı bir hədiyyə istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Allah bütün əsgərlərimizi, o cümlədən Nihadı qorusun. Növbəti videolarda görüşənədək.